Necə ki, alimlərə belə bir sual verildiyi zaman cavabını Ər-Ra'd surəsi 11-ci ayədə olduğunu deyirlər. Allah Teala buyurur: İnnallaha la yughayyiru ma biqawmin hatta yughayyiru ma bi anfusihim. Allah Teala bir qövmün halını dəyişməz. Yəni onlar öz nəfslərində dəyişikliyə yol vermədikcə. Allah Teala bir qövmün, bir cəmaatın halını dəyişməz. Yəni o imanı, o ləzzəti duyduqdan sonra, yəni onun itməsi insanın özünə görədir. Yəni insan özü dəyişiklik etdiyinə görə o aradan qalxır. Və insan əgər bunu bilmək istəyirsə, tarixi səhifələsin, o keçmiş günlərini və görəcək ki, əvvəl, yəni ilk o imana gəldiyi günlər çalışırdı, hara getsə fayda versin, fayda alsın və yaxud da yəni gündəlik zikirlərdir, onları edirdi və həmçinin müəyyən qədər Allahın kitabından payı olurdu, onu oxuyurdu. Artıq aylar, günlər, illər keçdikdən sonra yenə insan dostları həmən yoldaşlardır. Amma görürsən ki, onlarla oturduğu zaman, yəni Allahı zikr etmək əvəzinə kimsə zikr olunur. Artıq onun yerinə başqa söhbətlər gəlib. Deməli, səbəb kimdir? Deməli, insan özü dəyişdi. İnsan özü dəyişdiyinə görə halda dəyişir. Çünki Allah Teala buyurur: "Fələmmə zəğu əzəğəllahu qulubəhum." Nə vaxt deyir, onlar haqdan meyl etdilər, onda Allah Teala onların qəlbini haqdan döndərdi. Başqa ayədə buyurur: "Vallahu arkasahum bima kasabu." Yəni onlar qazandığı günahlara görə Allah Teala onları təpəsi aşağı çevirdi. Yəni əvvəlki vəziyyətinə qaytardı. Allah qorusun. Ona görə İbn Qayyim rahimehullah buyurur ki, yəni insan hidayətə gələn gündən şeytana qarşı, nəfsə qarşı vuruşmağı davam etdirməzsə, İnsan deyir, sonunda o fitrətində olan günahlarla və yaxud da o cahiliyyət dövründə vərdiş etdiyi günahlarla qarşılaşacaqdır. Və görürsən ki, insan tezə tövbə etdiyi zaman, yəni narkotikdir, içkidir və digər günahlardır, yəni onu uzaq bir məsafədə görür, dağın başında, yox, mən heç vaxt ona yaxın getmərəm, mən qurtardım. O sözü deyən insan görürsən ki, müəyyən aylardan o günaha daha betər şəkildə qayıdır. Yəni, səbəb nədir? Səbəb insan nəfsinə qarşı vuruşmağı davam etdirir. Nə vaxt davam etdirir? Uzaqlaşır. Günah uzaqlaşır. Amma nəfsinə qarşı vuruşmağı davam etdirmədiyinə görə və insan o günahlara asanlıqla qayıda bilər. Və buna görə də yəni, vuruşmaq bu ölən günə qədər olmalıdır. Allah Teala buyurur: "Va'bud rabbaka hatta ya'tiyakal yaqin." Sənə yəqin gələnə qədər, yəni ölüm gələnə qədər Rəbbinə ibadət et. Yəni nəfsə qarşı vuruşmaq daim olmalıdır. Və vuruşarsa, yəni salamatçılıq var.